Korobkanın yağını dəyişəndən sonra korobkada vurma, gecikmələr olur deyənlər sona qədər izləyin. Sizə konkret izah edəcəm nədən qaynaqlanır o problem və nə etmək lazımdır ki, bu problemlə üzləşməyəsiniz. Baxın, 2015 Sorrento'dur, zavoddur, korobkası açılmayıb. Qardaş gətirib ki, yağın filtrini dəyişək. Gördüyünüz kimi korobkanın yağı da qaralıb, yanmayıb, normasındadır. Görürsünüz, filtrin içi də dolmayıb, heç bir detalda da ziyan, nə də ki, qara ləkə belə yoxdur. Halbuki qardaş 200.000 kilometr sürüb, vaxtında yağın dəyişir. Deməli, o problemin başlıca səbəbi nədir? Gedirlər yağın probkasını açdırırlar 150-180 min kilometrdə. Baxırlar ki, yağı hələ qırmızıdır, sürmək olar. Onda nə olur? Gedib 250-300 min sürürlər, ondan sonra da yağın dəyişirlər, sonra başlayır vurma, gecikmələr olur. Və yox, heç korobka biliyorsun getmir. Onun səbəbi nədir? 150 min kilometrdən sonra korobkanın keyfiyyəti sürdükcə ölür, durulur. Durulanda da təzyiq ölür korobkada. Qardaşlar, dəfələrlə izah eləmişəm. Korobkanın təzyiqi ölür və friksiyonları bir-birinə sıxa bilmir. Yiyinti verir, filtrin içinə doldurur. Birinci növbədə elə filtrin dolduğuna görə korobkada yağlanma düz getmir deyə başqa detallara da ziyan vurur. Beyinə kimi ziyan vurur. Və əsas məsələ də o yiyinti ki var, filtrin içinə dolan. Hansısa detalın yiyintisidir. Həmin o detallar yoxlanılmalıdır. Misal bizim yanımıza müştəri gəlir, korobka yağını dəyişməyə. Probkanı birinci açırıq ki, görə yağı nə vəziyyətdədir. Görürük ki, yanıb yağ. Müştəriyə əvvəlcədən sökmədən əvvəl deyirik ki, bu korobkanı sökündə yağı dəyişməyə ki, detallar yoxlanmalıdır. Yoxsa biz bunun birbaşa yağını dəyişib yıxsaq, vurma da ola bilər, gecikmə də ola bilər. Çünki təzə yağın davlenisi güclü olur. Həmin o detallar konkret sıradan çıxacaq. Amma müştərilər çoxsu nə edir? Gedir 250-300 manata ucuz yerdə yağı dəyişdirir. Onun da anlayışı yoxdur, siləyə sarıda belə deyək. Açır krişkanı, filtri dəyişdi, yığdı yerinə, yağın püskündədir, dəyişdi, əla olacaq. Sonra vurma baş verir. Ondan sonra da belə şairlər yayılır ki, yağı dəyişəndən sonra problem olur.